Əziz dostum, sadə cümlələr necə qurulur? Mən artıq bu gündən demək olar ki, səhifədə, kanalda cümlə quruluşlarla bağlı videolar çəkməyə başlayacağam. Səbəb nədir? Çünki bir çox tələbələrin problemi var. Sadə cümlə çətin qurulur. Ümumiyyətlə, mürəkkəb cümlələr belə sadədən qurulur. Bu videoda mən sizə 3-4 sözdən ibarət cümlə qurmağı öyrədəcəm. Məsələn, çox sadə bir cümlə. Mən hər gün məktəbə gedirəm. Düzmü? Gedirəm da yazma. Sadə cümlələr. Birinci, bunu götürəndən sonra sağdan sola tərcümə alır. Getmək nədir? Go. Üzr sana. Məktəbə nədir? To school. Hər gün every day. Yəni, cümlə qurmaq əslində çox rahatdır. Nüqtədanı götürdükdən sonra üzü axırdan sola tərcümə çıxır.